Baku TV-nin Hərbi Xronika rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfəki buraxılışda 2-ci Qarabağ müharibəsindən sonraki dövr ərzində Ermənistan və Hindistan arasında qurulan hərbi əməkdaşlıq əlaqələrindən bəhs olunub. İşğalçı ölkənin Azərbaycan tərəfindən darmadağın edilən ordusunu yenidən dirçəltmək yolunda səylərini əsirgəməyən rəsmi Dehli İrəvana göndərdiyi silahlarla yanaşı, Zinmor ordusu üçün xüsusi təyinatlı qüvvələr yetişdirmək öhdəliyini də öz üzərinə götürüb. Indian Defense Research Inc. hərbi nəşrinin bununla bağlı yaydığı məlumata görə, Ermənistan ordusunun nümayəndələri artıq əməkdaşlıq proqramına hazırlıq çərçivəsində Hindistanın Shatrujit elit briqadasının bazasına da baş çəkiblər. Səfər zamanı erməni ordusunun yeni yaradılmış xüsusi əməliyyat qüvvələri mənsublarının Hindistanın High Altitude Artillery School (HAS) yüksək hündürlükdə döyüş məktəbində təlim keçməsi razılaşdırılıb. Məktəb yüksək hündürlükdə döyüş, qar uçurumuna dırmaşma, dağda sağ qalma bacarıqları, əks kəşfiyyat və eyni zamanda qar və buz sənətkarlığı üzrə əskər və zabitlər hazırlayır. Artıq çoxdan məlumdur ki, Ermənistanla hərbi sahədəki bu cür sıx əməkdaşlıq rəsmi Dehlinin ilk növbədə Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı strateji hədəflərinin olmasından irəli gəlir. Bu istiqamətdə onun revanş həvəsi ilə alışıb yanan və bu illüziya arxasınca özünü dağa-daşa vuran Ermənistandan istifadə etməyə çalışmasında qəribə heç nə yoxdur. Çünki Qafqazın üç ölkəsi arasında yalnız Ermənistanın belə dərin özünü istifadəyə vermək təcrübəsi var və bundan yararlanmamaq Dehli üçün ağılsızlıq olar. Üstəlik, o halda ki, bu Hind hökumətinə həm də özünün ciddi sınaqlardan çıxmamış hərbi sənaye məhsullarını İrəvanda yaxşı qiymətə realizə etmək imkanları yaradır. O ki qaldı Ermənistan ordusunun, xüsusilə də sözü gedən erməni əməliyyat qüvvələrinin Hind xüsusi təyinatlı məktəbindən əldə edəcəklərinə hərbi sahəyə bələdçiliyi olan hər kəs bilir ki, ölkə xaricində əldə edilən istənilən bilik və bacarıqları yerli müharibə teatrının şərtlərinə uyğunlaşdırmadan tətbiq etmək mümkün deyil. Bu, özlüyündə əsaslı yanaşma və zaman tələb edən bir işdir.